Salam, hörmətli yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugündən etibarən orta məktəb şagirdləri, abituriyentlər, müəllimənin iş qəbul imtahanına hazırlaşan müdavimlər, həmçinin orta məktəb müəllimləri və ümumiyyətlə Azərbaycan dilini öyrənmək istəyən hər kəs üçün Azərbaycan dili fənni üzrə çətinlik çəkdiyiniz mövzulardan qısa videolar çəkməklə, sizə dəstək məqsədi ilə video çarxlar təqdim edəcəyik və ümid edirik ki, bu video çarxlar sizin üçün dilimizi öyrənmək istəyən hər kəs üçün faydalı olacaqdır. İlk mövzumuzu da üstü 2, bağlayıcı ədat yoxsa şəkilçidir mövzusu üzərindən quracağıq. Gəlin çox da vaxt itirmədən mövzumuzun məmsəlməsinə başlayaq. Bildiyiniz kimi da, də həm bağlayıcı, həm ədat, həm də şəkilçi kimi, həm leksik, həm də qrammatik. Leksik şəkilçi kimi zərf düzəldən, qrammatik şəkilçi kimi isə yerli hal şəkilçi kimi işlənə bilər. Bəs bunları biz necə fərqləndirməliyik, necə ayırt etməliyik? Bugün bu mövzunu tam şəkildə sizinlə birlikdə mənimsəyəcəyik və ümid edirik ki, siz də bundan sonra bununla bağlı heç bir çətinlik çəkməyəcəksiniz. Biz müşahidələrimizə əsasən görürük ki, yəni bir çoxlarımız dadəni işlədən zaman, hər hansı bir mətndə yazan zaman, bəzən görürsən ki, bağlayıcıdır, ədatdır, sözə bitişik yazırlar. Yəni bu dilimizin kobud şəkildə pozulması halıdır. Biz bunu bilməliyik ki, dadə bağlayıcıdırsa, ədatdırsa, bunlar sözlərə ayrı yazılmalıdır. Şəkilçidirsə bitişik yazılmalıdır. Ola bilər ki, hər hansı bir insanlar bunu fərqləndirə bilmir. Ümid edirəm ki, bu videonu izlədikdən sonra hər biriniz, bu çətinliyi yaşayan hər kəs daha bunu qarışdırmayacaq və bununla bağlı heç bir çətinlik çəkməyəcəkdir. İlk öncə dadəni bağlayıcı kimi izah edəcəyik, sonra ədat, sonra isə şəkilçi kimi. Gəlin, baxaq. Dadə bağlayıcı kimi ilk növbədə yazırıq. Dadə bağlayıcı kimi necə olur? Dadə bildiyiniz kimi bağlayıcı kimi iştirak bağlayıcısıdır. Dadə iştirak bağlayıcısıdır. Yəni, bu belədir ki, hər hansı bir iş görülür, həmin iş prosesində bir və ya bir neçə nəfər iştirak edə bilər. Bu zamanda biz yeri gəldikcə dadə bağlayıcısından istifadə edə bilirik. Məsələn, deyirəm ki, Əli də gələcək. Əli də gələcək. Nə edəcək gələcək? Bu xəbər. Çalışaq ki, bir mövzu üzərindən bir neçə mövzunu öyrənmiş olaq. Bu da bizim üçün faydalı olsun. Kim gələcək? Əli. Burada da bağlayıcıdır. Sadəcə iştirak xarakterlidir. Yəni, Əli gələcək desək, burada bir iştirak yoxdur. Amma Əli də gələcək deyəndə isə bir iştirak var. Yəni, Əlidən əvvəl kimsə gəlib, tutaq ki, Murad gələcək, deyirəm. Sonra da yeni bir fikir əlavə edirəm, Əli də gələcək. Bu artıq iştirakdır. Məsələn, Murad, Əli, Hüseyn və Vüqar da gələcək. Belə deyirəm, yenə də olur iştirak bağlayıcı kimi. Tək halda da işlənsə eynidir. Digər sözlərlə birlikdə həmcins olsa da eynidir. Və adətən dadə bağlayıcı kimi mübtədalardan və tamlıqlardan sonra işlənir. Gördüyünüz cümlədə, yəni Əli də gələcək cümləsində də bağlayıcısı mübtədadan sonra işlənib. Gəlin biz bunun bir də tamlıqdan sonra işləmə məqamına baxaq. Məsələn, səni də tanıyıram. Bu cümlədə nə edirəm? Tanıyıram xəbər. Kimi? Səni. Yenə də iştirakdır. Məsələn, demək istəyirəm ki, onu tanıyıram və ya deyirəm ki, Aqili tanıyıram. Ardına deyirəm, səni də tanıyıram. Yəni, burada yenə də iştirak məzmununu daşıyır bu cümlədə. Və biz nəzər yetirsək, bağlayıcı kimi, əvvəl də qeydlədiyimiz kimi görürük ki, ayrı yazılır bu dadə bağlayıcısı. Səni də tanıyıram, onu da tanıyıram, əlini də tanıyıram və s. Ayrı yazılmalıdır. Bitişik yazılması halı dilimizin kobud şəkildə pozulması halıdır. Təbii ki, bu da
norma pozuntusu hesab olunur. Çalışaq bağlayıcı kimi istifadə ediriksə cümlədə yazarkən ola bilər ki, biz kimdənsə nəyisə yazışırıq, kiməsə nəsə bir məlumat ötürürük. Bu kimi məqamlara diqqət yetirək ki, dilimizin saflığını, gözəlliyini qoruyaq. Bəli, bu gördüyünüz cümlələrdə mübtədadan və tanrıdan sonra işləndiyi hallarda dadə oldu, iştirak bağlayıcı kimi. Növbəti məqamda da üstü 2 olacaqdır. Ədat, nə ədatı kimi? Qüvvətləndirici ədat kimi. Qüvvətləndirici ədat. İndi buna baxacağıq. Qüvvətləndirici ədat kimi adətən fikrin, mənanın qüvvətləndirilməsinə xidmət edir və burada da bağlayıcıda olduğu kimi sözdən ayrı yazılır. Məsələn, bir nümunə yazıram. Deyirəm, vaxtında gəl. Vaxtında gəl də. Görürsünüz, nə elədim? Fikri, mənanı qüvvətləndirməyə xidmət elədim. Vaxtında gəl də. Nə et? Gəl. Xəbər. Nə zaman gəl? Vaxtında. Kim gəlsin? Sən. Biz mübtədanı ixtisar eləmişik. Burada da da həmçinin oldu nə? Ədat funksiyasında, qüvvətləndirici ədat vəzifəsində. Fərqi müşahidə ediniz yəqin ki, nə zaman bağlayıcı oldu, nə zaman ədat oldu. O zaman bağlayıcı oldu ki, mübtədadan sonra işləndi, tamamlıqdan sonra işləndi və bir iştirak məzmunu daşıdı. Məsələn, mən də gələcəyəm, o da gələcək. Görürsünüz, bu cümlələrdə olmuşdu nə? Bağlayıcı. Və ya məni də çağırarsan, Musanı da çağırarsan və s. Bu cümlələrdə yenə iştirak bağlayıcı olur, amma bir əmr xarakteri daşıyırsa cümlədə, əmr intonasiyası varsa və adətən əmr cümlələrindən sonra işlənirsə, olacaqdır nə? Ədat vəzifəsində. Vaxtında gəl də, nə et? Gəl. Nə zaman? Vaxtında. Dadə də sadəcə burada fikri, mənanı qüvvətləndirməyə xidmət elədi. Bununla da düşünürük ki, siz ədat və bağlayıcı kimi fərqləndirməyi öyrəndiniz və hər ikisini də öyrəndik ki, həm bağlayıcı kimi, həm də ədat kimi dadə ayrı yazılacaq. İşlənmə yerini də göstərdik. Mübtədadan və tamamladan sonra işlənsə olacaqdır bağlayıcı, iştirak bağlayıcısı. Xəbərdən daha çox əmr şəklində olan sözlərdən sonra işlənəndə isə olacaqdır dadə qüvvətləndirici ədat funksiyasında və hər ikisində də ayrı yazılacaq. Çox gözəl. İndi isə davam edirik bunun şəkilçi funksiyasından danışmaqla. Əvvəldə də qeyd etdik ki, şəkilçi kimi bir zərf düzəldən leksik şəkilçi olur. Bir də sözün formasını dəyişdirən ismin hal şəkilçisi, daha da dəqiqləşdirək, ismin yerli hal şəkilçisi kimi işlənə bilir. Yəni cümlədə həm leksik, həm də qrammatik funksiya daşıyır. Bunu necə fərqləndirəcəyik? İndi onu da göstəririk. Birinci danışaq onun leksik funksiyasından, yəni zərf düzəldən şəkilçi kimi danışaq ondan. Necə olur? Deyəcəyik. Daha çox zaman zərflərin yaradır, formalaşdırır. Bunlara nümunələr geniş şəkildə deyəcəyik. Məsələn, nümunə yazıram, baxırsınız. İldə bizə gəlir. Nə edir? Gəlir. Haraya gəlir? Bizə. Nə zaman gəlir? İldə. Bir nümunə yazdım ki, nümunə üzərindən danışacağıq. İldə, ayda, gündə, həftədə bu tip sözlərlə zaman zərfləri formalaşır. Yəni zaman zərfləri olur. Düzəltmə sözlər yaradır. Həm də bu sözlərin hal şəkilçisi kimi düşünməsi məqamı da var. O halda artıq olacaqdır ismin yerli halında. Nə zaman yerli hal olur? Nə zaman düzəltmə sözü olur? Baxın, bunu nümunə üzərindən göstəririk. Məsələn, ildə bizə gəlir.
Nə edir? Gəlir. Xəbər. Nə zaman? İldə. Baxın, nə zaman sualını verə bilirəm. Nə zaman sualını verə bilirəmsə, artıq olacaq düzəltmə zaman zərfi. Və burada sözün kökü il, də leksik şəkilçisi kimi olacaq. Aydındır. Ümid edirəm ki, bura qədər hər şey aydındır. İndi mən burada bəzi məqamları dəyişirəm. Məsələn, ildə sözünü saxlayıram. İldə sözünü saxlayıram. Deyirəm ki, ildə 365 gün var. İndi buna baxırıq. Var, predikativ sözdür, suala cavab vermədən xəbər olur. Nə var? Gün, mübtəda. Neçə gün var? Bu da olacaq say, 365. Və davam edirik. Nədə? İldə. Və burada görürük ki, tamlıq vəzifəsindədir. Və əgər nədə sualına cavab verəcəksə, bu ildə, həftədə, ayda sözləri artıq olacaqdır ismin yerli halında olan söz kimi. Və sadə sözdür. İl sözün kökü də isə qrammatik şəkilçi. Düşünürəm ki, bu da sizin üçün çox asan şəkildə mənimsənilən bir məqam oldu. İndi yenidən bir neçə nümunə yazaq və yavaş-yavaş mövzumuzu yekunlaşdırmağa doğru gedək. Yəni, dadənin biz bağlayıcı funksiyasından danışdıq, ədad kimi funksiyasından danışdıq, zərf düzəldən şəkilçi kimi də izah elədik, isim düzəldən, daha doğrusu ismi formatlanan şəkilçi kimi də funksiyasını izah elədik və ümumiləşdirək. Dadə olduğu nə? Bağlayıcı, iştirak bağlayıcısı, ədad, qüvvətləndirici ədad, zərf düzəldən leksik şəkilçi, ismin hal şəkilçisi, yerli hal şəkilçisi. Yəni, gördüyünüz kimi 4 vəzifəsi oldu. 4 vəzifəsi. 4 vəzifəsi var. Bağlayıcı, ədad, yerli hal, bir də zaman zərfi düzəldən şəkilçi. 4 dənə funksiyasını biz müşahidə elədik və izah da elədik. Yəni, burada çətin bir şey yoxdur. Həqiqətən də daha çox problem yaşayırsınız bunu sözə bitişik yoxsa ayrı yazmaqda. Yəni, dediyimiz kimi, bağlayıcı olarsa, ədad olarsa ayrı, şəkilçidirsə, istər qrammatik, istər leksik, sözə bitişik. Ümid edirəm ki, dediklərim əsasında siz bilgilərinizi daha da təkmilləşdirdiniz və daha da dərinləşdirdiniz. Və şəkilçi funksiyasından da danışanda dedik ki, həm leksik şəkilçi olur, həm də qrammatik şəkilçi olur. Leksik şəkilçi kimi zaman zərflərini yaradır, düzəltmə zaman zərflərin həftədə, ayda, ildə, gündə, yayda, qışda və s. bu tip sözlərdə. Yəni, bu sözlərdə cümlədə yerinə görə həm olacaqdır zaman zərfi, düzəltmə söz kimi, həm də olacaqdır yerli halda olan sadə sözlər kimi. Nə zaman sualına cavab versə, olacaq zaman zərfləri. Nədə sualına cavab versə, olacaqdır yerli halda olan sadə sözlər kimi. Məsələn, həftədə 7 gün var. Sizcə burada nədir? Əlbəttə ki, yerli hal. Nədə 7 gün var? Həftədə. Və əksini deyirəm. Həftədə evə gedirəm. Və deyirəm ki, həftədə 5 dəfə evə gedirəm. Nə zaman evə 5 dəfə gedirəm? Həftədə. Burada artıq gördüyünüz kimi olur. Nə? Zaman zərfi kimi. Ayda bir dəfə gəlir. Nə zaman? Ayda. Yenə də zaman zərfi. İldə sözündə dedik. İldə 365 gün var. Olmuşdu isim kimi. İldə 10 dəfə gedirəm şəhərə. Oldu zaman zərfi kimi. Və s. Gündə sözdə həmçinin belə. Və deyəm, gündə oturma. Bax, gündə oturma. Nədə? Gündə.
Burada da isimdir. Amma gündə deyirəm ki 24 saat var. Yəni də isimdir. Və deyirəm ki, gündə bizi narahat edir. Nə zaman? Gündə. Zaman zərfi kimi. Yəni ümid edirəm ki, bunlar sizin üçün aydın oldu. Heç bir qaranlıq qalan məqam olmadı. Zərf kimidirsə düzəltmə sözdür. Leksik şəkilçi olacaq. İsim kimidirsə sadə sözdür. Qrammatik şəkilçi olacaq. Yəni bu da işlənmə yerindən, işlənmə məqamından asılıdır. Belə yoldaşlar, bugün biz çalışdıq ki, sizinlə dada bağlayıcı haqqında, şəkilçi haqqında danışaq və bilmədiyiniz, çətinlik çəkdiyiniz məqamları daha da dəqiqləşdirək və bundan sizə az da olsa faydamız dəysin. Və bizim bu seriyamız mütəmadi olaraq davam edəcək. Biz çalışacağıq ki, mütəmadi olaraq bu tip maarifləndirici, öyrədici videolarla sizi maarifləndirək, az da olsa faydamız dəysin. Əlbəttə ki, bu tip videolardan yararlanmaq üçün sizin də bizə dəstəyiniz lazımdır ki, kanalımıza abunə olar və ya videomuzu paylaşa bilərsiniz ki, daha çox insanlar bu videolardan, paylaşımlardan yararlansın və biz də bundan həmçinin motivasiya əldə etmiş olaq. Əlavə olaraq da sözünüz, sualınız olsa, bizə sosial şəbəkələr üzərindən, Instagramdan, Facebookdan, həmçinin əlaqə vasitəmizi yazırıq bura. WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. 050 962 04 46 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və biz sizə geri dönüş eləyə bilər, suallarınızı cavablandıra bilərik. Belə, mən isə sizinlə diqqətinizə görə təşəkkür edərək sağollaşıram. Növbəti video izahlarda, video dərslərdə görüşmə ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.